Bu gördüğünüz kaval daşıdır. Bazı azarkeşler buna kaval daşı deyir. Bazıları kabal daşı deyir. Hansını qəbul edək biz? Bu əslində qabal daşıdır. Qab, məsafə, ölçü deməkdir. Məsafə, ölçü, yerlə göyün əlaqəsinə işarədir. Al isə Peyğəmbər ocağı, Peyğəmbər nəslinin nişangahıdır. Bu qaval daşı. Bu rəqs daşı deyil. O dövrdə nağara da var idi, qaval da var idi. Bu əslində Allaha çıxış daşıdır. Gələn zəvvarlar, o vaxtki hacılığa gələn zəvvarlar bu Allaha çıxış daşına 3 dəfə vurardılar. Nə deməkdir bu? Bu Allaha çıxışdır. Yahu, yahu, yahu. 3 dəfə vurursan. Yahu, yahu, yahu. Əllər qalxır göyə. Ya Allah, ay Allah, aman Allah, ey səninləyəm. Yəni gəlmişəm dərgahıva, gəlmişəm nişangahıva. Yenə təzədən 3 dəfə vurur. 1, 2, 3 dəfə vurur. Yaray, yaray, yaray. Mənə cürət ver, mənə güc ver, mənə qüvvət ver. Günahlarımın bağışlanmasına təkan ver. Bu daş bunun içindir. Buradakı toponimlər bunu təsdiq edir. Qabıstanda burada əvvəl mənim doğulduğum məkan, mənim doğum şəhadətnamə yazılırdı Duvanlı rayonunun Çeyildaq qəsəbəsi. Duvanlı rayonunun, buranın adı olub Duvanlı. Nə deməkdir bu? Dua olunan yer. İkinci bir tərəfdən deyirlər Divanlı. Nə deməkdir divanlı? Haqq ədalət məhkəməsi olan yer. Üçüncü dəfə yenə deyilir divanlı. Nə divanlısı? Sufi dərvişlərin oturduğu yer. Divana dərvişlərin oturduğu yer. Ona görə də bu müqəddəs daş sayılır.